Ərz edirəm dəyərli yoldaşlarımın xidmətinə. Dostlar, son videoda ərz elədim xidmətinizə ki, türk dil və ədəbiyyatı dünyanın bütün dillərinin anasıdır və yer kürəsində birinci dil ki yaranıbdır türk dildir. Bunu sübut eləməyə görə minlər saat rəhbərnamə qoyular, danışılar və siz də oturasınız, qulaq asasınız. Biz bu yolu başlamışıq və hər gün bir videolarda, 2 dəqiqə, 3 dəqiqə videolarda xidmətlərinizə ərz eləyəcəyik və bu sözün nədənlərin açıq və aydın sizə göstərəcəyik. Bugünkü söz istəyirik deyək ki, türk dil və ədəbiyyatına başqa dillərdən, farsı olsun, ingilis olsun, ərəb olsun, heç birindən bir dənə, keçən seri dedim, hətta bir dənə də söz gəlməyibdir. Amma türk dilindən başqa dillərə, bütün dillərə söz gedibdir, nə bir dənə, bəlkə minlər. Həttəmən bu soru gələcəkdir beyninizə ki, indi mən hətta danışıqlarımın içində neçə dənə sözlər vardır ki, başqa dillərdən burada işlədirim. Dostlar, bu o anlamda deyir ki, türkü dili bu sözlərin qabağında acizdir. Bütün dilimizə gələn sözlər ki, başqa dillərdən gəlibdir, biz məcburən onlara alışmışıq. Yəni dilimiz ona öyrəşibdir və onları biz bir-bir çıxartmalıyıq. Bütün sözlər ki, başqa dillərdən türkçəyə gəlib, hamısının tərcüməsi var və türkçəyə eləyə bilərik. Türk dilinə, türkçəyə onu çevirək və türkçün deyirik. Amma türkçədən gedən sözlər ki, başqa dillərə gedib, heç biri o dildə tərcüməli deyil. Yəni o sözləri biz, onların dil və ədəbiyyatlarının çıxasıq işə, onlar əfsən mətəl qalıb orada aciz qalacaqlar. Çoxlu sözlər var. Məsələn, bir dənə misal var, telefon. Telefon sözü gələndə biz əl-ayağımızı itirək, eyvay, ingilisdən söz gəlib telefona biz nə deyirik telefon? Telefon bir dənə sözdür ki, 2 dənə vaje, tel və fon. Tel bir mənayı danışıq, fon da bir mənayı qulaq ya qulaqlıq. Yəni eləyə bilərik onu biz türkçəyə çevirək. Amma türkçədən minlərcə söz gedibdir başqa dillərə ki, onlar məcburən gərəyi vardı onları orada işlətsinlər. Bizlə yol bir olun, başqa videolarda açıq aydın bunları mən sizin hamınıza deyəcəm dostlar.